Bugün mən sizdən yenə daxili siyasətə kiçik toca müdaxilə etmək istəyirəm. Son zamanlar Səidə Bəkir qızı və Akif Nağı arasında gedən teledebatda və orada Akif Nağın özünü çox mədəni göstərməyə çalışması və Səidə Bəkir qızının isə əksinə aqressiv olmağı. Mən hərdən bir fikirləşirəm, insanlar siyasətlə məşğuldur, ancaq debatda çalışırlar özlərini mədəni göstərməyə. İnsanlar ya mədəni olur, ya olmur. Ya insanlar ziyalı olur, ya da olmur. Onu göstərməklə ya teledebatda yox. Ümumiyyətlə siz siyasətlə məşğul olan adamlar, hərdən bir fikirləşirlər, jurnalistika ilə məşğul olan insanlar ya ümumiyyətlə sosial şəbəkədə çıxış edənlər bax mənim kimi. İnsanlar çalışırlar ki, bir-birini kobud formada təhqir eləsinlər. Məsələn, o Akif Nağırın dediyi qadıncıq demiş, qıcı demiş, nəsə Səidə Bəkir qızı haqqında və onun da reaksiyası teledebata çox sərt oldu. Səidə Bəkir qızı da dediyim kimi, onun da bir dənə mənfi cəhəti var, sözü ya gülləyə qoyur atır, ya da balta ilə vurur. Və sözün cavabı, bax, siz dediyiniz təhqir, siz kimisə qadınını, qızını, gəlinini, həyat yoldaşını və yaxud jurnalisti təhqir edirsinizsə, qırıcı deyə ona istənilən halda müraciət edirsinizsə, onun da reaksiyası belə sərt olur. Ümumiyyətcə çalışmaq lazımdır. Yəni bu sosial şəbəkədə sizin danışığınız təkcə eviniz üçün deyil, özünüz üçün deyil. Bu yayılacaq. Onu bilməlisiniz. Nə deyirsinizsə, o da sərt formunda da Səidə Bəkir qızının da ən mənfi cəhətlərindən biri ola bilər gələcəkdə parlament kürsüsündə də ona ziyan gətirsin, danışığında bəzən çox sərt reaksiya verməkdir. Bax, bu xanımın da çox sərt reaksiyası və buna da nəticə gətirir, çıxardır ki, insanlar ümumiyyətcə gərək mədəni ya insanlar olur, ziyalı insan ya olur, olmur. Debat vaxtı özünü mədəni, ziyalı göstərməklə deyil. Siz çıxışınızda diqqət yetirməlisiniz danışıqlar. Siz bilin ki, sizin təhqir elədiyiniz ümumiyyətlə bizdə bir dəb alıb. İnsanlar çalışır bir-birini təhqir etsin, ya da söyüş söysünlər. Və əks tərəf fikirləşir ki, o birisinin dili ağzı yoxdur, söyüş söyə bilmir. Təsəvvürsən insanlar, bu qədər akademiklər insanlar var, bu qədər tarix boyu kitab oxuyan adamlar söyüş söyməyə bacarmasınlar. Əgər kimsə söyüş söymürsə, o demək deyil ki, onu bacarmır və siz qabiliyyətlisiniz. Söyüşün iki başı var, sözün iki başı var, təhqirin də bir neçə başı var, görürsən və gəlir tutur. Mən də sosial şəbəkədə istifadəçisiyəm, mən də çıxışlarım var, o məşhur kinoda deyirim, mən də qız uşağım, gör mənə elə səslər çıxır. Yavru eləmək istəyir. Ay. Cəmil! Mən də qız uşağıyam da, gör məndən elə səslər çıxar.